Kreditlə satışın icrası. Kreditlə satış məhsulun alıcıya dərhal təhvil verilib, ödənişinin hissə-hissə müəyyən müddət ərzində geri alındığı satış üsuludur. Sistemdə bu satışın tətbiqi belə həyata keçirilir. Kredit sənədinin yaradılması. Menyudan satışlar hissəli satış bölməsinə daxil olun. Kredit düyməsinə klikləyin. Qarşı tərəf alıcı olaraq seçilir və ya yeni müştəri yaradılır. Ambar. Məhsulun çıxdığı ambar seçilir. Məhsullar. Satılan məhsullar əlavə olunur, miqdar, satış qiyməti və s. daxil olunur. İlkin ödəniş. Əgər alıcıdan ilkin məbləğ alınarsa, qeyd olunur. Kredit məbləği sistem avtomatik olaraq satış məbləğindən ilkin ödənişi çıxaraq qalanı kredit kimi hesablayır. Başlama tarixi. Sənəd tarixindən bir gün sonraki tarix kimi avtomatik əlavə olunur. Başlama tarixi dəyişə bilər. Müddət. Kreditin neçə ay davam edəcəyi qeyd olunur. Bitmə tarixi. Sistem tərəfindən avtomatik hesablanır. Kreditin neçə ay davam edəcəyini qeyd etdiyimiz zaman sistem avtomatik olaraq bitmə tarixini özü qeyd edir. Zaminlərin əlavə edilməsi. Əgər zamin tələb olunarsa, zaminlər qarşı tərəf kimi yaradılır, məlumatları daxil edilir. Bir və ya bir neçə zamin əlavə oluna bilər. Əlavə funksiyalar. Əlavə xərc funksiyası. Satışın xalis mənfəətindən çıxılacaq hər hansısa əlavə xərc qeyd edilə bilər. Modifikasiya. Digər satış sənədlərində olduğu kimi, burada da istənilən sayda əlavə sahə əlavə edilə bilər. Məsələn, qeyd, ünvan, satış bölgəsi və s. Sənəd yadda saxlandıqda, kreditli satış sənədi sistemdə yaranır. Aylara bölünmüş ödəniş cədvəli avtomatik formalaşır.